Dostlar, hamıya salam. Sizinlə Nanulya SMR-dir. Deməli, bizdə bu günləri püre, toyuq qanadları və budları, burada KFC sayağı, xiyar, pomidor, sweet chili, ən sevdiyim soslardan biri və çiyələk. Aykaya baxırdım, Emiliyə, tanıyanlar tanıyır. Ayda, gecə-gecə. Gördüm ki, necə bu çələyir. Dedim, mən də müqbangda yemək istəyirəm. Dadına da baxmışam. Çox dadlıydı bu qanadda. Deməli, səhər durdum. Getdim mağazaya aşağı evin yanındakı. Qatıq, kartof, hər şey aldım. Hər şey qoydum, sonra getdim şeyə. Böyük supermarketə. Orada bir neçə takipçilərimi gördüm. Elə şirin-şirin baxırlar. Gülürlər mənim. Yaxınlaşın da qızlar, niyə utanırsınız? Bəziləri utanır. Aralarında pıçıldaşıb yaxınlaşmırsınız. Ağızda. Bəziləri deyir ki, qıraqdan çox sərt görsənirəm. Qızlar elə deyir. Naruto olmayın, mən sizi yeməyəcəm. Deməli, bugün nə haqda danışmaq istəyirəm? Dünənləri mama ilə fizioterapiyaya getmişdim. O haqda danışmaq istədim. Amma nəsə dünən danışmadım. Deməli, bir dənə xanım var idi orada. Bizdə gözləyirdik də, zanit idi fizioterapiya. 4 xanım söhbət eləyirdi. Hər şey danışdıq. Evliliyə məsələ getdi yenə. Ki, niyə ərə getmirsən də? Yəni, yaşın neçədir? Deyirəm, 27. Ərə niyə getmirsən? Yəni, mən işləyirəm da. Nə ərə getmək, qızlar? Sizdə belə bir şey olub? Yəni, hələ ki, planlamıram da. Yəni, həm də yoxdur. Kimə ərə gedəsəm? Çoxlarının başında indi havadır. Hala da başladı öz oğlunun şəkillərini mən göstərməyə. Adətən necə olur? Balaca oğlu evlənib, nişanlanıb artıq. Daha doğrusu nişanlanıb. Amma balacası hələ yox. Böyüyü hələ yox. Böyüyün 32 yaşı var. Mən də baxıram da işlədirməyə. Deyir, xasiyyəti çox sərtdir. Mən də deyirəm, mən sərt xasiyyəti sevmirəm. Ümumiyyətlə. Başa düşmürəm elə şeyi. Yəni, mən müasir geyinirəm. Deyirəm, indi baxmayın ki, futbolkadayam. Yəni, həyatda belə geyinmirəm. Mənə oldum aynı. Böyle boş şalvarlar. Hətta topik də geyinə bilərəm.
Mən öz paltarıma qarışanları sevmirəm. Yox, qısqancam. Yox. Sonra duruq söhbət eləyirik. Nəsə. Hala dedi ki, elə bir lazım gəlsə xanım kişinin ayaqqabını, corabını da yumalıdır. Mən də dedim ki, xala peşman oldu ki, mənə təklif elədi Allah haqqı. Şələyimizə baxın, vay vay vay. Hala da mənə dedi ki, necə yəni xanım yumamalıdır, yumalıdır. Mən də dedim ki, elə bil oğlanın əli yoxdur ki, onu paltar yuyana atsın. Mən başa düşmədim. Ona hər şeyi xanım eləməlidir. Doğrudan o temanı mən başa düşmədim. Mənə dedilər, sevsən eləyəcəksən. No. Yəni, düz adama demədilər bunu. Məni qarşımdakı insanı sevsə, bu məcburiyyət olaraq deməz. Mən bunu belə hesab eləyirəm. Ya mən eləməliyəm. Xahiş eləsə ki, yəni eləyə bilərsən. Hər vaxt mən öz paltarlarımı qoyuram. Onun da paltarlarını qoya bilər. Amma eləməlisən, bu sənin işindir. No. Heç də. Bu corab teması məni çox şübhələndirdi. Qızlar əsasən. Oğlanlar da varsa siz nə düşünürsünüz? Mən ümumiyyətlə deyirlər ki, mən dedim ki, mən sevgi ilə ailə qurmaq istəyirəm. Ailə qurmaq üçün yox, sevgiyə görə mən ərə getmək istəyirəm. Mən deyirlər ki, sevgi yəni həmişə olmur da. Onu gözləsən çox gözləyəcəksən. Mən də dedim ki, gözləyəcəmsə gözləyim də. Mən çatmıram. Oğlanın evlənməyin tələsmələrini mən başa düşürəm. Onun işlərini görmək, eləmək, bəziləri üçün. Xanım sevgisiz. Üstəlik də bunları eləmək məcburiyyəti. Onun nə plusları var xanım üçün? Uşaq dünyaya gətirmək özü sevmədiyin insanın. Niyə? Həqiqətən başa düşmürəm. Mən istəmirəm. Mən sevməsəm, mən mamanın, papanın evində qalaram. Niyə mən məcbur ərə getməliyəm? Nə var, kimsə deməsən ki, bu qız evdə qaldı. Mən elə hesab eləyirəm ki, hər bir insanın elə bil öz kütlüyü var. Hansısa bir vaxtdan sonra, bəlkə o 40 yaşında da tapa bilərsən, ola bilər. Həqiqətən mən elə hesab eləyirəm. Əgər mənim insanım məni tapmasa, deməli bu belə olmalıymış. Bu qədər. Məsələn, elə qızlarımız var ki, uşaqları çox sevir. Mən uşaqları belə dəhşət çox sevmirəm həqiqətən. Mənə deyirlər ki, özünkü deyil ona görə. Var balaca uşağı görünce mucum. Həqiqətən məndə elə bir şey yoxdur. Yəni, deyə bilərəm, çox gözəl uşaqdır belə. Amma ki, belə ay ölüm, gəbərim, yox. Həqiqətən yox. Ona görə heç bir məcburiyyət mən hiss eləmirəm buna. Rəylərdə yazın, siz nə düşünürsünüz? Həqiqətən mənə maraqlıdır. Mənim də düşüncəmi səhvdir, yəni.
Dedilər bəs yeməyi kim bişirəcək? Elə bir məcburiyyətdir xanım yemək bişirsin. Yəni mənim şəxsən atam anam məsəl üçün o dövrdə işdən çıxmışdı da hələ ki. Mühasib idi o da. Mənim anam bişirirdi yeməkləri. Mama yorulanda papa kartof da eləyirdi, kotlet də eləyirdi, sos da eləyirdi, makaron da eləyirdi. Papa tökülmürdü ki. Nə olub mənim papam belədir, yəni bunlar əlləri əyri də eləyə bilməz. Mən elə düşünmürəm. Məncə kişi qadına kömək eləməlidir. Sizlə Nanul SMR idi. Burada mənim köhnə videolarım olacaq. Əgər baxmamısınızsa baxın və like eləyin əzizlərim. Yadınızdan çıxmasın. Burada loqom düşəcək. Ora basan kimi, yəni takip atırsınız. Sabaha dək əzizlərim. Ay. Nay nay nay. Nay 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 nay. Düzdür Nərgiz. Yağlı əllərlə bunu götür. Ayala, süper. Allah ağıl versin. Axıracan baxanlar kimlər idi?